Sonra qapını açdılar. İçəri girincə, "Nə oxuyurdunuz?" dedi. Heç bir şey dedilər. Daha da əsəbləşərək, "Eşitdiyim doğruymuş, siz də onun sehrinə aldanmışsınız," deyə qışqırdı. Yaxasından tutub Həzrəti Səidi yerə yıxdı. Bacısı ərinə kömək etmək istəyərkən, onun üzünə də qəzəbli bir şillə vurdu. Üzündən qan axmağa başladığını görüncə, bacısına yazdığı gəldi. Fatimənin üzü dağılmış, qana boyanmışdı. Ancaq iman qüvvəti onu hərəkətə gətirib, Allah-u Teala'ya sığınaraq, "Ey Ömər, ne üçün Allah'tan utanmır? Ayələr və möcüzələrlə göndərilən Peyğəmbərinə inanmırsan? Budur, mən və ərim müsəlman olmaqla şərəfləndik. Başımızı kəssən, bundan dönmərik," dedi və kəlmə-i şəhadəti oxudu. Həzrəti Ömər bacısının bu imanı qarşısında birdən yumşaldı və yerə oturdu. Yumşaq səslə, "Hələ bir o oxuduğunuz kitabı çıxardın görək," dedi. Fatimə, "Sən təmiz olmadıqca onu sənə vermərəm," dedi. Həzrəti Ömər qusl aldı. Ondan sonra Fatimə Qur'an-ı Kərimin səhifəsini gətirdi. Həzrəti Ömər gözəl oxuyardı. Taha surəsini oxumağa başladı. Qur'an-ı Kərimin fəsahəti, bəlağəti, mənaları və üstünlükləri ürəyini get-gedə yumşaltdı. Göylərdə və yer üzündə və bunların arasında və 7 qat torpağın altındakı şeylər hamısı O'nundur. Məalindəki ayəni oxuyunca dərindən fikrə getdi. Ey Fatimə, məgər bu saysız hesabsız varlıqlar hamısı sizin ibadət etdiyiniz Allahındır, dedi. Bacısı, bəli elədir, yoxsa şübhə edirsən, deyə cavab verdi. Ey Fatimə, bizim 1500-ə yaxın qızıldan, gümüşdən, tuncdan, daşdan yonulmuş, bəzədilmiş heykəllərimiz var. Heç birinin yer üzündə bir şey yoxdur, deyərək daha da heyrət etdi. Biraz da oxudu. Allah-u Teala'dan başqa ibadət edilən, sitayiş edilən bir ilah, bir məbud yoxdur. Ən gözəl adlar O'nundur. Məalindəki ayəni düşündü. Həqiqətən nə qədər də doğrudur, dedi. Həbbab bu sözü eşidəndə yerindən ayağa qalxdı və təkbir gətirdikdən sonra müjdə